Başqa dünyadan gələn qəribə kitab. Voynich əlyazması dünyanın ən gizli kitablarından biri kimi tanınır. 15-ci əsrin əvvəllərində böyük ehtimalla Orta Avropada yazılmış 234 səhifəli əl işi perqament kitab heç kimin başa düşə bilmədiyi bir əlifba ilə qələmə alınıb. Adını 1912-ci ildə kitabı alan Polşalı kitab taciri Wilfrid Voynich'dən alır. Amma kitabın məzmunu inanılmaz dərəcədə qəribədir. Dünyada mövcud olmayan bitki rəsmləri, tanış olmayan ulduz topaları, fantastik boruların içində çimən çılpaq qadınlar, açılıb bağlanan qatlanmış kosmologiya səhifələri var. Kitabın nədən bəhs etdiyini, haradan gəldiyini heç kim bilmir. Dünya müharibələrinin ən yaxşı şifrə qırıcıları da daxil olmaqla əsrlərdir heç kim kitabı deşifrə edə bilmir. 2014-cü ildəki analizlər mətnin təsadüfi yox, əsl bir dil quruluşuna müvafiq olaraq yazıldığını sübut etsə də, kitab və mənası barədə hələ də dəqiq bir məlumat yoxdur.